Gecə çəkişlərində bulanıq kadrlar dövrü çoxdan bitib. Qarşınızda mobil fotoqrafiyanın qaydalarını yenidən yazan, gecəni gündüzə çevirən kamera canavarı Honor Magic 8 Pro dayanır. Bəs bu canavarın içində nə var? 200 megapikselli ultra gecə telefoto kamerası. Bəli, standart yox, məhz uzaq çəkişlər üçün nəzərdə tutulmuş 200 megapiksel və nəhəng 1/1.4 nisbətində düyümlük ISOCELL HP9 sensoru. Bu sistem sizə 3.7x optik və düz 100x rəqəmsal zoom imkanı verir. Ən maraqlı tərəfi isə odur ki, bu kamera ilə rəqibləri yan-yana qoyub gecə çəkişi edəndə rəqibləri sadəcə utanır. Rəqəmsal bulanıqlığının azalmasında, işıq yansımalarının qarşısının alınmasında və rəng dəqiqliyində Magic 8 Pro onlara əməlli başlı dərs keçir. Süni intellekt dəstəkli AI super zoom sayəsində uzaqdakı bir heykəli belə zərrə qədər keyfiyyət itirmədən ekranınıza gətirir. Bəs əlimiz əssə necə olacaq? Gecə vaxtı kadr bulanıq düşdü dərdi də tarixə qovuşur. Honor bu modeldə CIPA 5.0 OIS və AI sabitləşmə texnologiyasından istifadə edir. Bu o deməkdir ki, kadr sabitləşdirilməsində əvvəlkilərə nisbətən düz 400% inkişaf var. Zəif işıqda belə hərəkət anında çəkdiyiniz şəkillər ülgüz kimi kəskin və aydın alınacaq. İndi isə keçək mənim ən sevdiyim hissə olan portretlərə. Magic 8 Pro'nun portret rejimi düz 23 mm-dən 170 mm-ə qədər geniş bir fokus diapazonunu əhatə edir. Amma əsas şou fotoqrafların qızıl diapazon adlandırdığı 85 mm və 135 mm adlandırılan fokus məsafəsindən başlayır. 85 mm ilə subyekt və arxa fon arasında ideal balans yaranır. 135 mm isə məkanı elə sıxışdırır ki, ortaya çıxan ultra detallı nəticə sadəcə peşəkar studiya kadrına bənzəyir. Hələ mən 122 dərəcə bucaq altında çəkən 50 megapiksel ultra geniş kameranı, 4K video dəstəkli 50 megapikselli selfie kamerasını və 3D üst tanıma sensorunu demirəm. Telefonum həm rəqiblərini diz çöktürən ən güclü kameraya sahib olsun, həm də gecə-gündüz fərq etmədən məni peşəkar fotoqraf kimi hiss etdirsin deyirsinizsə, Çinlilər Honor Magic 8 Pro ilə fotoqrafiya söhbətini bitiriblər.